Göy üzünə baxarkən keçmişi gördüyünüzü bilirdinizmi? Günəş şüalarının yerə çatması üçün təxminən 8 dəqiqə 20 saniyə vaxt lazımdır. Bu o deməkdir ki, biz hazırda Günəşin indiki halını deyil, onun 8 dəqiqə əvvəlki görüntüsünü izləyirik. Əgər Günəş bu saniyə sönsəydi, biz bunu yalnız 8 dəqiqə sonra hiss edərdik. Kainatda heç bir informasiya işıq sürətindən sürətli hərəkət edə bilmir. Bu səbəbdən gecə göy üzünə baxanda biz əslində ulduzları deyil, kainatın tarixini seyr edirik. Bəzi ulduzların işığı bizə çatana qədər milyonlarla il keçir. Bəlkə də gördüyünüz o ulduz artıq çoxdan sönüb, amma işığı hələ də yoluna davam eləyir. Göyə hər baxışımız keçmişə açılan bir pəncərədir və bu məntiqlə də başqa qalaktikalardan bizə baxanlar da yəqin ki, yerdə hələ də dinozavrların olduğunu görürlər. Bəs siz necə düşünürsünüz? Bu sonsuz kainatda bizi də izləyənlər varmı? Azerselin eksklüziv təqdimatında daha çox belə maraqlı məzmunlar üçün bizi izləməyə davam eləyin.